Herkese salam. Bugün 5 dəqiqəyə hazırlayabileceğiniz yumuşak, çok dadlı zebra keksi reseptini bölüşürəm. Qeyd edim ki, istifadə etdiyim stəkan ölçüsü 200 ml-dir. 4 ədəd yumurtaya 1 paket şəkərli vanilin və 1 stəkan yarım şəkər tozu əlavə edək. Şəkər tozu əriyib yumurtanın rəngi ağarınadək mikserlə qarışdıraq. Üzərinə 1 stəkan duru yağ, yarım stəkan süd, 2 stəkan yarım un və 1 paket qabartma tozu əlavə edib, bütün ərzaqlar birləşənədək qarışdırmağa davam edək. Xəmirin yarısını başqa qaba əlavə edək. Digər yarısına 2 yemək qaşığı kakao və 2 yemək qaşığı su əlavə edib qarışdıraq. Diametri 24 cm olan qəlibi duru yağla yağlayaq. Növbə ilə hər iki xəmirdən əlavə edək. Qabı 2-3 dəfə yerə vurub, xəmiri əvvəlcədən 180 dərəcədə qızdırılmış sobaya yerləşdirib bişirək. Təxminən 30 dəqiqəyə bişir. Bişməsini çöplə yoxlaya bilərsiniz. Kek silındıqdan sonra qəlibdən çıxaraq. Dilimləyib servis edək. Yumuşak, çok ləzzətli, süngər kimi keks oldu. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Əgər videonu bəyəndinizsə, like edib, rəy bildirib, yaxınlarınızla bölüşməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.